Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri sizlərə Yasamalda 3 saylı Asan Xidmət Mərkəzinin arxasında yerləşən Zefir Molun tam yaxınlığında yeni tikili bina, 9 mərtəbəli binanın 4-cü mərtəbəsi qanuni 3 otaqlı mənzili sizə təqdim edirəm. Dəyərli izləyicilər, biz hal-hazırda mənzilimizin eyvanındayıq. İndi isə sizlərə mənzilimizin qonaq otağını təqdim edirəm. Mənzilimizin qonaq otağı kifayət qədər geniş ölçüyə malikdir. İpotekası olan şəxslər mənzili rahatlıqla əldə edə bilərlər. Sənəd kupsa çıxarır. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, mənzilimiz Asan Xidmət Mərkəzinin arxasında yerləşən Zefir Molun tam yaxınlığında 9 mərtəbəli binanın 4-cü mərtəbəsi qanuni 3 otaq, ümumi sahəsi 85 kvadrat olan mənzil təqdim edirəm. Dəyərli izləyicilər, biz hal-hazırda mənzilimizin xolu sitəsindəyik. İndi isə sizlərə mənzilimizin növbəti bir otağını təqdim edirəm. Növbəti bir otaq mənzilimizin valideyn yataq otağıdır. Nəzərinizə çatdırmaq istədiyim təmirdən sonra çox az yaşayış olub. Qaz, su, işıq daimidir. Sənəd kupsa çıxarış. İpotekası olan şəxslər mənzilimizi rahatlıqla əldə edə bilərlər. İndi isə sizlərə mənzilimizin mətbəxini təqdim edirəm. Mətbəxdən eyvana çıxış da vardır. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, mənzilimiz 9 mərtəbəli binanın 4-cü mərtəbəsi. Ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı mənzil təqdim edirəm. Qaz, su, işıq daimidir. Növbəti bir otağımız. Dəyərli izləyicilər, bax gördüyünüz bu mənzil tam Zefir Molun yaxınında yerləşir. Sanitar qovşaqlarımız ayrı-ayrıdır. Əlavə məlumat üçün və mənzilimizin qiyməti videonun aşağısında qeyd olunacaq. Əlavə məlumat üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, növbəti videolarda görüşənə qədər.